idi, biri yox idi. Qədim zamanlarda Hansel və Gretel adında bir bacı qardaş yaşayırdı. Onlar meşənin kənarında kiçik bir daxmada qalırdılar. Ataları odunçu idi. Anaları isə onlar hələ çox balaca ikən vəfat etmişdi. Bir müddət keçdikdən sonra ataları yenidən evləndi. Pis xasiyyətli ögey ana uşaqların evdə artıq olduğunu deyərək yeməklərini azaldır, yıxılana qədər onları işlədirdi. Ataları nə qədər övladlarını qorumaq istəsə də alınmırdı. Aclığa dözə bilməyən Hansel və Gretel bir gün evdən çıxıb meşəyə gedərək meyvə tapmaq qərarına gəldilər. Yolu itirməmək üçün çörək tikələrini yola tökdülər. Onlar yemək axtardılar, amma heç nə tapa bilmədilər və yenə də ac qaldılar. Geri qayıtmaq istədilər, amma izlər yox olmuşdu. Bütün çörəkləri quşlar yemişdi. Gün batırdı. Uzaqdan canavarların səsi eşidilirdi. Uşaqlar həm ac, həm də qorxmuşdular. Birdən bir quşun mahnı oxuduğunu eşitdilər. Onu dinləyib arxasınca getdilər. Qarşılarına maraqlı bir ev çıxdı. Bu ev konfetdən, tortdan hazırlanmışdı. Ac uşaqlar evin divarından konfet qoparıb yemək istəyəndə içəridən bir səs eşidildi. Kim var orada? Qoca bir qadın evdən çıxaraq uşaqlara yaxınlaşdı. Onlar başlarına gələnləri bu qadına danışdılar. Qadın çox üzülmüş kimi görünərək onları evinə dəvət etdi. Evin içi qorxulu görünsə də uşaqlar ac və yorğun olduqları üçün buna fikir vermədilər. Qoca qadın onlara süfrə açdı, müxtəlif yeməklər gətirdi. Uşaqlar yeyib doyandan sonra yumşaq yataqda yatdılar. Səhər açılarkən uşaqlar ev sahibəsinin evdə olmadığını görüb otaqları gəzməyə başladılar. Bir otağın qapısını açanda gördülər ki, çoxlu qızıl zinət əşyaları var. Hansel içəri girmək istəyəndə ev sahibəsinin səsi eşidildi. Siz nə edirsiniz orada? Və beləcə uşaqlar bu ev sahibəsinin əslində cadügər olduğunu öyrəndilər. Onun məqsədi uşaqları tələyə salmaq imiş. Cadügər Hanseli qəfəsə salaraq bağladı və Gretelə dedi: Qardaşına dadlı yeməklər bişir. O çox arıqdır. Yedirt ki, kökəlsin. Uşaqlar cadügərin niyyətini anlamışdılar. Bir neçə gündən sonra cadügər Gretelə sobanı qalamağı tapşırdı. Sonra isə dedi: Qızım, indi sobaya bax. Gör kifayət qədər qızıb ya yox. Gretel cəsarətini toplayıb qardaşını və özünü xilas etmək üçün hiylə düşündü. Mən bilmirəm necə baxım. Zəhmət olmasa siz göstərin, sonra mən təkrar edim. Cadügər deyinə-deyinə sobaya tərəf əyildi. Elə bu anda Gretel tez qapını bağladı. Beləcə cadügərin sonu gəldi. Necə deyərlər, özgəsinə quyu qazan özü düşər. Gretel tələsik qardaşını qəfəsdən azad etdi. Meşədə xeyli yol gedəndən sonra evlərini tapdılar. Ataları övladlarını qarşısında görüb sevincdən ağladı. Ögey anaları isə evi tərk etmişdi. Beləcə Hansel, Gretel və ataları xoşbəxt yaşadılar. Uşaqlar, gördüyünüz kimi Hansel və Gretel ağılları və cəsarətləri sayəsində cadügərin tələsindən qurtuldular. Bu nağıl bizə öyrətdi ki, çətinliklər qarşısında qorxmaq olmaz. Ağıllı və cəsarətli olmaq lazımdır. Uşaqlar, yad adamlarla ehtiyatlı davranmağın da vacibliyini unutmayın. Hansel və Gretel cadügəri tanımırdılar, amma onun evinə girdilər və başlarına pis işlər gəldi. Ona görə də tanımadığınız adamlara yaxınlaşmayın və heç vaxt onların evinə getməyin. Bu qədər. Özünüzə yaxşı baxın. Xoşunuza gəldisə, bəyənməyi, abunə olmağı və zəng işarəsini basmağı unutmayın ki, növbəti nağıllardan xəbərdar olasınız. Hələlik balaca dostlarım.